Allah'ın adıyla qismət دوم کلاسımızı başlayırıq. در زمینه آثار مولانا فیه ما فیهده جلسه 267 اول قسمت کوتاه در ادامه مباحث عطارdır. Sonra ikinci qismətdən nə qədər oxuya bildik. Çox sadədir, ولی عمیق. در زمینه مقامات دنیوی و ریاست دنیوی söhbət eləyir. Ki dünyanın rəisləri nə cürdür və dünyada riyasetin ərzişi nə həddədir. Qədim ki hamamları görən, burada da inanmıyorum, bir nəfər görmüş ola. Şayet Ayətəqizadə o bazı sabıq peykanlar olardı ha. Orada o amperlər işlər çəkidərlər axirə. Məsələn deyirlər ki bu maşının məsələn 200.000 kilometr zadı var da işləyə bilər. 200.000 kilometr qutulacaq, qeydədir sıfırdan, dubara yekdən başladı. Ayətəqizadə o cür bir dəfə şeye baxırə əvvəldən gedir. Ona görə fikrim 100 indi Ayətəqizadən 20 yaşı zadı var. Çünki 120 yaşı, 100'ü qutarıb, qeydib təzədən sıfıra. Nə mən ittilat istəsəz, qədimdən Ayətəqizadənin tarixçəsində var. Ayətəqizadə parmağını qozadı ki, qədimi hamamı görübdür. Fikirliyəm mən də görmüşəm. Ki qədim, ümumi hamamlar. Sonralar mən cavanıdım ki, xüsusi hamamlar çıxdı, adı oldu, nümrə deyədilər. Nümrə deyədilər də. O, ümumi hamamlar da, hətta mən özüm xəzniyə düşmüşəm. İki qismət olardı. Bir qismət, bu cür divarlarda şir olardı, şir divarda olardı. دیواری که پشت سر دیوار خزنده انبار آب گرمیده یا da oradan löçeşleyirlerdiler de böyle ümde divarın o tarafı sudu, su ambarıdır. O su oradan antika şiirlerine su açarlar gelerdi. Cahdan da şey olmazdı. Bu balaca pencere olardı. Qabından oradan su götürürdülər. Bir qismətdə xəzinə idi. Hamıya icazə verməzlər o xəzinəyə getsin. Kəsiftərin qisməti həmmam o xəzinə idi. Amma oya əyan əşrafınkidir. Bəli da. Paylansın. Qusl eləsin. İndi bu xəzinələr ki, bir dənə böyük əmbardır, su əmbarı. İndi simandan düzəldidilər, əhəkdən düzəldidilər, ya gahdan dəmirdən də düzəldidilər, böyük qazanlar. Onların altında ya bəğəlindəki divarda bir dənə əmbar olardı. Böyük əmbar. Oya ateşxanə idi. Orada ot yandırardılar. Divar kızardı, divarın da o tarafı sudu, su kızardı. Ya da təçində. Bəli. Elə indisi bir nəfər istəsə görə bir xərabəsi qalır. Abrəsan xiyabanında bir balaca xiyaban var, adı Beylankuhdur, Beylankı deyərlər.
Beylançı şərqi və qərbi. Beylançı şərqinin əvailində elə bir dənə ozu məxrubə həmmam qalır. Ki, indi parç zad olub da, karaj olubdu, mekanikçilər orada işləyirlər. Vəlikinə düz xiyaban bəğəlində daha. Yəni, mən barha ilə maşını o hamamın bəğəlində saxlaram. Ki, görsənər oradan, onun o tağları, zadları. O həmmamdır. Xoş. İndi bu həmmamı ki, ot yandıraydılar, ateşxanası, nə deyədilər? Tun. Türkdə deyədilər tulambar. Düzdür? Bəli, tulambar deyədilər. Ki, faslar ya tun deyədilər, tun, ya da qolxən. Qolxən. Oranın bir tərəfi dolu olardı vəsail suxdəni ilə. Odundan olsa zoğalı səngidən, zoğaldan, vəli zoğalda elə qüvvət olmazdı. Ataşqal və heyvanatın fuzulatı. Bu ərz-i məzrət. Xastı bir, indi bir kətlərdə də ətrafda var da, heyvanatın pehnindən bir vəsail, bir imkanat düzəldərlər ki, qışda istifadə eləsinlər, yayda qurudarlar. Yapba, kərmə, ne bilirəm, seçmə. Əslən, Türkçədə də ki, moddur deyərlər, seçər, seçməliyə düşər. Çox adam bilmir ki, seçib, seçməliyə düşmək yana mənə. Seçməlik, seçmə yəni pehin. Munta, pehin iki cür olar. Bir pehini doroş, pehini riz. Bu parçalara, çəmənlərə, güllərə cahdan, ətrafdan pehin gətirib verərlər. Onlar riz olar. Pehinləri doroş, cahdan dağlardan yığarlar, yaxdan tol edilərlər ki, onların davamı çox olar. Həml-i nəqli də rahat olar, təndiklər də yandırarlar. Xülasə. Bəli, kərmə, seçmə. İstədim bunu məna eləyəm ki, cahdan deyərlər ki, bir nəfər istəyir seçə. Məsələn, bir müddət ki, bu qız alacam, o qız alacam, o qız alacam. Hey, əlamət qoyur. Bizim bir dostumuz var idi. 15 il tul çəkdi ki, bu izdivac eləyə. 7 il, 8 il danışqaha tul çəkdi ki, danışqahda qızları bir list tutardı. Sonra gedərdi, onlar adreslərini təhqiq elədi, mütaliə elərdi. Danışqahda bu 7-8 ilisində izdivac eləyə bilmədi. Sonra gəldi, karmənd oldu idarədə, harda, məhəllədə 15 il təhqiq elədi. Sonra izdivac elədi. Bunun müordində deyərlər ki, aydöhdü filanı seçdi, axırda seçməliyə düşdü. Bu bilmirdi ki, seçməliyə düşdü ya nə mənə. Yəni, vaqən axirdə bir dənə bir qələt bir fərdlə izdivac elədi ki, zindəcanlığı heç oldu. Yox. Bəli. Deyirdik, baba, bu qədər vəsvəs olma, bu qədər həssas olmama kimə nə deyirsən? Cəmaətin uşaqları mədrəsəyə gedirdi, yoldaşları, həmkilasları, bu hələ qız axtarıydı. O seçməni istədim deyəm. Bu seçmənin karbordu tun həmmamdır. Bir dənə bir böyük əmbardır, fuzulat heyvanatı yığıblar ora, ataşqalı yığıblar ora. Bir tərəfdə istidir, isti davırı, əntiqə bir cəndi var. Cəndi tərini məhəllat məsələn, şəhərlər o həmmamın tunuydu. Cahdan ərbablar bərain ki, bir nəfəri məsələn zindana salırlar, şikəncə verirlər, gətiyə də orada bağlardılar. İndi deyik, bəzi mövqə ariflər də gedədilər o tun həmmama, oya bir baş vurardılar. Mevləvi də gedib, Şəmsəbrizi də gedib, gedədilər orada əyləşərdilər.
müvəqqət. Bir iki dəqiqə eləşədilər. O əfradı ki, orada işlirlər, onları bir mülahizə elədilər, çıxıb gələrdilər. Bu ünvanı dərsə ibrət ki, dünyanın elə fəqət Gülüstanlarına gərək getməyəsən, o cübi yerlərə də gərək baş çəkəsən. Onlar bu ünvanı təhqiq və mütalə. İndi bir dənə Arif, Sətivala Arif, gedi bu lənçə bir hamama, onun tununa, gedi onun tulanbayına. Göğe ki, orada 2 nəfər işlirlər. 2 nəfərin bir rəisdir, bir mavindi, bir ustadı, bir kargərdir. O yan da özünün ustadı var, kargəri var. Ustad orada ələşib, pehin içində, ya o kərmələrin birinin üstündə, ya yabbağın üstündə, şahidına heydi ki, yallah, o məxsus beli var da, o vəsail yığ, töhkünə yansın. Gahdan onu təhdid eləyir, gahdan tətmə eləyir, boyun oxşur. Dərzim orada da bir oxumaqlar oxur, sonra bir bu şahidına deyir ki, balamsan, qəşəşlisən, bu cür işləsən ha, mənim sözümə baxsan, bu tune həmmamın riyasətin sənə verəcəm. Kənditərin yerin rəisi var və onun da mər'usu var, deyib buranın riyasətin sənə verəcəm. Bu Arif gəlir, burada otur, burada eşidir bu mükaliməni. Gəlir, ona razı bir izhar nəzər elə ki, indi oxuyursunuz. Bulasın. فصل عارفی گفت رفتم در گلخنی، گلخن همان تلمبار، تون، تا دلم بگشاید. باخمونم همه gider Gülüstan'a, Şahçöly'e, ta deleş ve bu da gidiyor. Arife bu cüdüler daha. چه گریزگاه بعضی اولیا بوده است. بعضی اولیاء الله da gedədilər, oya baş çəkədilər. یا از جامعه می گریختن با آنجا پناه می بردن. با عارف تجیب داد دیدمش رئیس گلخن را، دیدم رئیس گلخن را شاگردی بود میان بسته. میان بسته محکم کمرن bağlayıb آمادədir, çalışdı. Bu xanımlarda da bu moddudur ki deyət dururam, çadranı bağlayım belimə, məsələn, qazanı götürüm. O çadranı belə bağlamaq, yəni amadə bekar و فعال olmaqdır. میان بسته بود کار میکرد و اوش یعنی او رئیس میگفت که این بکن و آن بکن. او دانه دستور بری، او پهنجاته، او پهنجاته. او چوست کار میکرد. او شاگرد سرعتلا زیرهلینه. چوست یعنی زیرک işliydi. گلخنتاب را خوش آمد. او گلخن رئیسین خوشی کردید، عجب جوانده. گلخنتاب را خوش آمد از چستی او در فرمانبرداری. چون کشه اطاعت لیده اصلا اعتراض رمی گفت آری همچنین چست باش. دیده براشن الا بزو زیرنجور اگر تو پیوسته چالاک باشی و ادب نگاه داری مقام خود به تو دهم. buranın şahlığını vereceğim sana. Ben ki buranın şahıyam ve تو را به جای خود بنشانم. Ben bağışlasız olacağım bu cümle. Seni getirem yerime de. Bu Arif buna eşitti.
İndi Arif deyib, مرا خنده گرفت و عقده من بگشاد. عقده من بگشاد bir zehnim duruldu. Çoktan gülmemiştim, bir de bir güldüm. دیدم رئیسان این عالم را همه بدین صفتند با çaçıranı خود. Bu dünyanın rəisləri elə bu cürdülər. Hər kəsi rəisi deyib ki, behtarin caygahda qərar tapıb və əfradı təhqir edirlər və olan boyun oxşurlar. Deyirlər ki, sən elə bu cür yaxşı işləsən, sən öz yerində tutacaq. Ki, bu qolxən, bu tulambar, tuğuna hamam nəmə nədir ki, bunun riyasəti nəmən olar. Amma o ona poz verir və o ona iftixar edir ki, mən də rəisəm. Rəisəm. Şoğlunuzu yazın, rəisəm. İnşallah, hadə rəissən. Bəli, tulambarda rəisəm. Və istəyir ki, tamami riyasətlər elə tulambari, biş نیست. Çox da o cür fikirləmə ki, bətər rəisdən məsələn idarədə. Özünüzü səriyibsiz. خب bu bir mətləb burada. نگاه عارفان و مولانا به مقامات دنیوی. Bu dünyanın şahlığı, riyasəti, tulambarlıqdan sonra ayrı bir şey yoxdur. Çox da fikirləmin ki, bu qədər zəhmət çəksən, yaxı yutsan, özü öldürürsən ki, kandida olursan, neynirsən, indi şuraya şəhrin zamanıdır. Neyniyəsən, tulambari, dünyanın riyasəti, tulambari biş نیست. Xoş, buradan qutulduq. Gəldik bir taza fəslə, gəldik bir fəlsəfi bəhsə. Moulana əğləb fəlsəfi bəhs eləməz, bəhsləri irfani və kəlami olar. Fəlsəfi dindən danışar. Vəli bu bugünkü dərsimizdə elə bir ki, bir dənə filsuf olub, elə bir bu Əli Sina danışır. Muntaha ədəbiyyat elə minbəri, ruhani, onu ədəbiyyatdır və bir miqdarda xodmanı. Mevlana'nın da klasında hər tipdən gələrdi. Buna ta mətləbdə qəblən oxumuşuq. Bir nəfər gəldi, deyir ki, baba, siz ki burada Allah'tan heydən vurursunuz, Allah. Mən çox axtarmışam, Allah'ı tapmamışam. Götün yığışdırın, nə Allah deyirsiniz. Təqribən bir 15-16 il bundan qabaq da NASA'dan bir dənə neçə dənə İranlı var da NASA'da. Elə bir Təbrizlidir. Bir dənə xanım da keçən il ya o bisildə bir dənə xanım gəlmişdi NASA'dan. Tehranda konferans verirdi. Fəzaya məcazda da filmi var idi. Bir nəfər də NASA'dan gəlmişdi. Bilmirəm hansı keşvər Avropa'da söhbət eləmişdi ki, onu Səday Amerika və BBC pəxş elədi. Bir İranlı adı Doktor Moniridir. Doktor Moniri, elə indi biz inşallah fəza məcazı düzəlsə, bir orada yazsaz, Doktor Moniri az NASA gələr, o söhbəti də gələr. Bizim Məsnəvi klasında bir də dostlarımız ki, bu gecə olan evində Məsnəvi klasımız var, gəldi dedi ki, bizim famillə, xanavadədə, bu BBC-də və Səday Amerikada bu Doktor Monirin söhbətinə qulaq asandan namaz da qılmırlar, narahatdırlar.
Hem narahattılar bu vəzdən, bizim namazlarımızdan narahattılar. Bəti ətərdən şuur düşüb xanavadəmizə. Əğləb də xanavadələri elə təhsil kərdədirlər. Ki biz narahatıq. Siz onlar bu filmə baxasınız, bunun mordində bir danışasınız. Elə bir üçü də bu məktəbi klasında indi ki oturmuşuq, bu da ərləşiblər. Demos. Filmi verdilər, mən apardım, baxdım, deyim, baxdım. Deyiləm, buna razı danışa. Deyim, buna razı, bu ümumi danışa bilmərəm. Gərək bir də mütəvəccih əfrad qəbul edirlər ki, bir 10 cələsə klasda oturuyorlar. Onlara mən klas qoyam. Yer tap, əfradın tap, mən cəm dəstəyim. Bir ay fikirləşdi, axirədir ki, olmadı. Fəqət öz evi ki, bu gecə o evdə olacaq. O öz evində o əfradı çağırdı. Bir dəstə də xanımlar da gəldilər. Mən 10 cələsə bu zəminədə söhbət elədim və zəbt oldu. Elə onu da bu YouTube'da inşallah qoyacağım o söhbətləri. Əlbəttə voice-udur, film götürmədilər. Döhdü Muniri də bu cür deyildi ki, bu da Mevlana vurur. Döhdü Muniri deyir ki, biz NASA'da ki, racib elmi heyət bəhs edirik, kəhkəşanlara racib mütaliə edirik. Hər gün neçə dənə kəhkəşan kəşf olur, onlara racib mütaliə edirik. Biz indiyəcən NASA'nın təhqiqatı ilə Allah'a yetişməmişik. مردم چیزی به نام خدا نیست. Geçen il yok o bisilde gelmişti, Mevlevi mordunda danışıydı. Döhtü Muniri. Mevlevi'nin mesnevisi nəqd eliydi. Az cümle bu kısmeti deyirdi ki, Mevlevi hanımlara tohun eləyib, hanımları əhmək hesablayıb, hanımları heyvan hesablayıb ve feravani əleyh Mevlana əşarını da oxuydu, danışıydı və mən də məcbur oldum bir ariyədə, bir cələsədə ona razı danışdıq. Mütəəssifanə onda bizim bu quşumuz nə olmuşdu? Zəbt olmamışdı. Vəli mən o zəminədə fəravan danışmışam. Elə bu Fərhəngsərada, Bisnu Bəhməndə, Qəzəliyat, Şəms tozih verəndə, der vaqa o sözləri orada demişəm. Onlar zəbt olub. Xülasə, Döhdü Muniri'nin istidlallarından bir budur ki, bizim dürbinlərimiz, bizim formulhay riyazi, bizim dürbinlərimiz, bizim təhqiqatımız به چیزی به نام خدا پی نبردند. neçə dəfə də orada deyir ki, biz bu qədər təhqiqat eləmişik, ta به حال 3% aləmi kəşf eləmişik. 97% aləm penhandır. Ki mən əsəb onun bu cümləsindən çoxlu istifadə elədim. Der rədd özləri. Tozih verdim. Siz bunu, bu istidlal qeyri-məntiqi və ziddi fəlsəfi və ziddi elm və ziddi riyaziyyatdır. Siz ki deyirsiniz, biz ustad riyaziyyatıq. İstidlala baxın. Mevlevi də onatar ayrı rəhlinə burada deyib ki, 97% aləmi kəşf eləməmişik, kəşf elədiyimiz 3% aləmdir və به چیزی به نام خداوند نرسیدeyik və yazdıq, Sedai Amerika'ya da yolladık ki, Cenab-ı Ayı, Sür Sedai Amerika'da, oha ki, Voice of America orada ki, siz hardan deyirsən ki, 3%-ın kəşf eləmişik, 97% qalıb. O tip bir fikirləşir, gərək bir şeyin 100% əlimizdə ola,
ondan 3% götürüyor, deyək bu da 90%, 97%-dir. İndi bu livanın suyunun 100%-ini hesaplamaq olar, 97%-ində, 3%-ində. Xudu bu livan vəznində və hər şeyin həcmi vaxtı dərsədə razı danışıyıq, deyək, əgər dəqiq hissiyyə danışaq, deyək, məsələn, 50%, 60%, indi deyilər təvərrüm, məsələn, 40%-dir, 60%-dir, 70%-dir. 100% qiymət mənim əlimdə olar, ta oradan görəm ki, neçə dərsət bu azalıb, çoxalıb, ta dərsət tutam. Dərsət tutmağa gələm. Kulli məcmuə ixtiyarımızda olar. İndi bu kitabın hamısı ixtiyarımızdadır. Səfahatın sarı yoxdur. Hesablaya bilirik ki, çənd dərsədirə xandayım və çənd dərsədirə nə xandayım. Bunu ilə mədrəsədə də o əfradı ki, dərsədlə sərkarlar var, onlar da mütəəssir edirlər. Və bu nəzər, izhar nəzər, bu izhar nəzəri amiyanədir. Əvam buzurgələr deyər ki, baxırlar, 70% səndəllər dolubdur. Elə bu cür baxar ki, bir izhar nəzər ilə doğrudan amar tutdu, amar tutmasan, izhar nəzəri qəti eləmə olmaz ki, dərsətdən söhbət eləmə olmaz ki. Sən gərək kulli aləmin kəhkəşandan tapasan, da deyəsən qutuldu. O kulli kəhkəşandan muardində bildin ki, neçə milyardıdır, onun dərsədini tutasa. Bəli, elə bu cür dərsət tutma olmaz ki. Bunu da o Səday Amerikaya göndərmişik. Vəli cavab ki, özü də 2 dildə, həm İngilisi vermişəm dostum tərcümə eləyib, ustad-ı zəbandır və həm də ki, mən də farsını yazmışdım. Bunların sözü budur ki, çon نمیبینیم پس نیست چون صدایش را نمیشنویم پس نیست چون بویش نمیآید پس نیست به طور کلی چون به حواس ظاهری در نمیآید پس نیست. bunun cevabı felsefesi var. Mən indi cevabı fəlsəfini sizə ərz eləməyəm. Müfəssəldir, vaxt tapar. Əcrədində hidudən 10 cələsə vaxt qoymuşam. 10 cələsə, hər cələsə hidudən 60 dəqiqə söhbət eləmişik, ta sabit eləyək ki, ندیدن دلیل نیستی نیست نشنیدن دلیل نیستی نیست نیامدن بو یا استشمام نکردن دلیل بر نبود شیء بودار نیست. Bunu müfəssəldir. İndi Mevlevi tüm imuma danışır, mütəxəssislər danışmır. İki cür cavab verir. Çox cəlibdir. Həməfə deyir ki, ay möhtərəm, usta, sən ki deyirsən, mən indiyəcən tapmamışam, görürüm, sən halaya dolanıbsan. Sən öz evi dolanıbsan, öz məhəlləvi dolanıbsan, öz şəhri dolanıbsan, dünyanın tamam şəhərlərini dolandı, dolanmayıbsan ki. Yoxsa, sən getməyən yerlərdə bəlkə olaydı, sən getməyibsən ki. Ondan sonra göylərdə bu sitarələri dolanıbsan. Ax, getməyibsən, dolanmayıbsan ki. O zaman sən sözü qəbul edərək ki, gedəsən, dolanasan, deyəsən, qədəm bə qədəm. Hər yer gəzdim, görmədim. Bu bir. İkincə, deyir ki, biraz hisslənib ha, bu ərzə məzərət, indi bu da gələcək. Deyir ki, sən xanımın evdə var, çoxdan xanımın evdə olmasa, filan filan şurada, heç bilirsən kimin evindədir, heç tapa bilirsən. Heç balduzu deyim bu. Heç sən bu balduzundan xəbərim var.
Sən bilmirsən balduzun hardadır. Balduzundan xəbəri olmayan, necə Allahdan xəbər olacaq? Sonra ayrı cevap. Ayrı cevaba bir qola işarə keçib, dayanmayıb. Deyir ki, baba, o ki onu axtarsan, bərabər də o şeylə ki, ona əfradın babəri var. Mərdum Allahdan söhbət edirlər, axı o görməlidir ki, sən deyirsən, görməmişəm, pəs yoxsa. Sənəm, bu sözün görməlilər moridindədir. Onun iyi yoxdur ki. Gəldi görüm, sənin əqli göstərək, əvatifi göstərək, eşqi göstərək, kinəvi göstərək. Sənin bir nəfərə eşqi məhəbbətin var, bizzatdan mütənəffirsən, o tənəffürü göstərək. Tənəffür qabil irayədək, eşq-i mühəbbət qabil irayədək və sən göstərənməsən. Çünki göstərənməsən, yəni sənin eşqin yoxdur, sənin məhəbbətin yoxdur. Yəni, aya hər zat görməlidir. Bu miqdar deyib Mevlana, da keçməyib fəlsəfiyə ki, fəlsəfədə bunlar da tozih verirlər. Bizim içində həvassımız var, həvası zahiri bir şeylər idrak elər, həvası batini bir şeylər idrak elər, az cümlə həvası batinidən bir əqlidir. Qəblən ərz eləmişik, vicdandır, fitriyyatdır. Bunlarla həqaiqi dərk eləyirik, bidonu ki, bunlar özlərini görmüş olaq. Xülasə sözü budur ki, səthi nigar olmayacaq. Çünki biz həvası zahirimizlə səthi aləmi idrak edirik. Pəs var, əgər səthi aləmi idrak eləməsə, pəs yoxdur. Bu nə sözdür deyir? Onda mən sənə deyim ki, mən səndə danışsana, səndə əqli görməyəm, bəs sənin əqlin yoxdur. Qəbul edirsən ki, deyəm sənin əqlin yoxdur. Dersə sən öz vuhamadan aqil bilirsən. Nə deydən dəlil ver, nə bud niyiz? Ne təvəssü buyurun mətrə. Fəslu gofт bir nəfər gəlib bizi söhbət eləyir. Ya Mevlana gofت. Elə bir Mevlana özü deyir ki, an münəccim ki, gəlib klasa, elə bir töhteymun yeri gəlir. میگوید که غیر افلاک و این کره خاکی که میبینیم و میبینیم دقت الینا شما دعوی میکنید یعنی الله ادعا نیست که bu افلاک‌های درشی görsənmi ki بیرون آن چیزی هست دیسیz ki bu kəhkəşanlardan sonra bunların eşində bir şey var. Bu münəccimdir ki پیش من غیر آن یعنی غیر از bu gün, ay, kəhkəşan چیزی نیست. Dəqiqən döhtümünlüyü də bu cüzdür. Və əgər həs benmayid əgər bu kəhkəşanlardan sonra ayrı bir şey var gözədin də. Gözədi yəni görüm də. Yəni Allah'ı gözümlə görüm inanı. Ki kocast. فرمود مولانا indi cevap verir. An sual fasid است. Sual qələtdir. از ابتدا زیرا میگویی که بنمایید که کجاست sən bu cür deyirsən də bəli axı və an ra və Allah
و آن را خود جایی نیست. Allah'ın yeri yoktur ki, Allah maddədir ki. Vəxi yeri yoktur, biz nəzir yerin göstədik. و بعد از آن بیا بگو که اعتراض تو از کجاست. Deyim, başa düşəm sən etirazın hardandır. Sən deyirsən bəlkə Allah bir maddədir. Ona görə tapanmısan deyirsən yoxdur. Baba Xuda şinaslar, o əvamlar Allah'ı göylədə axtararlar. Əllərimizi açarlar, Allah'ı göydə axtararlar. Allah maddədə ki, məkan olar. و در چه جایست؟ در زبان نیست و در دهان نیست. Allah در سینه نیست. دی اصلا sen bu itirazın که bir de okuyaq. و بعد از آن بیا بگو که اعتراض تو از کجا؟ Sen ki bu etiraz edirsən, bu fikri etirazın hardadır? در چه جایی است؟ در زبان نیست، در دهان نیست، در سینه نیست. این جمله را بکاو. Sen bu cümleyi bir tahkik elədiysən ki, نیست. Allah yoxdur. Sen bu cümlenin mefhumun dice hardadır. Sen bu cümlen ağzındadır. Qəlbindədir, sinəndədir. Bu məfahim hardadır? Çün bunun yerini tapıb göstərənmirsən, biz deyək sənin bu sözlərin qələtdir. Yoxdur. Və pare pare و ذره ذره کن. ببین که این اعتراض، sen که اعتراض edirsən و اندیشه را در اینها همه هیچ میابی. Deyir, tapanmayacaqsan ki. Yəni, istəyir ki, əndişənin mərkəzi ruhdur, ruh da görsənməz ki. Ola istəyir buzu deyə. Pəs danistیم ki, əndişəyə to را جایی نیست. Əndişəyə bu bədəndə bir yeri yoxdur ki. Deyir, hətta məğzindədir, deyəcək, axtar tap göstər ki, روانشناسی امروزی da متاسفانه buzu deyir. چون جای اندیشه خود را ندانستی، جای خالق اندیشه را چون دانی. سر اندیشه tapıp göstərmişsən. خالق اندیشه necə tapıp göstərəcəksən. چندین هزار اندیشه و احوال بر تو می آید. هر gün bir fikirlisən. Bu fikirlərin yeri hardadır? به دست تو نیست و مقدور و محکوم تو نیست. و اگر مطلع این را دانستی، یعنی محل طلوع که از کجاست، آن را افزودی است. اگر bilsen harada که bunu çoxaldasan، ممری است، orada bir güzergahdadır, bir kanaldadır, bilsin. Bir işler görürsən, ولی هیچ کس bilmir. این جمله چیزها را بر تو و تو بیخبر که از کجا می آید و به کجا می رود چه خواهد کرده. دی هزاران bu cür mətləb tapıb deyə bildik ki, bunlar mətrəhdir, var, sən də bilirsən var, bəli bunlar yeni tapa bilmərik. چون از اطلاع احوال خود عاجزی. Sən heç özündən xəbərin yoxdur. Bilmirsən ki, sən bu fikrin yeri haradır? چگونه توقع می‌داری که بر خالق خود مطلع گردی؟ فلان خواهر زن میگوید که در آسمان نیست. ای سج، چون میدانی که نیست؟ آری آسمان را وجه وجه، وجه یعنی وجب، وجب به وجب پیمودی که همه را گردیدی.
خبر میدهی چه درونیست؟ فلان خود را چه در خانه خود داری ندانی، آسمان را چون خواهی دانستن؟ هی آسمان شنیده ای و نام ستاره و افلاک چه چیزی میگویی؟ Elbette bunu edebiyat o zaman modumuş, elə bazı yerlərdə də var. Bu cür deyərlər. İndi bəzi mühitlərdə görsən ki, oğluna deyir ki, bu köpək oğluna bax. Öz uşağına deyir, bu köpək oğluna bax. Elə indi ha, elə xodu Təbrizdə bax. Mən görmüşəm ki, kişi oğluna deyir, bu köpək oğluna bax. Yəni bu itin balasına bax. Köpək yəni itdir. Bəli bu ədəbiyyat bu modeldir. O zaman da bu cür kəlimatdan istifadə ediblər. Asman را چون خواهی دانستن. Sen evinden haberin yoktu. Asmanına necü haberin oldu? Hey asman şenidi ve nam ستاره ها و افلاک چیزی میگویی. اگر تو از آسمان مطلع می بودی یا سوی آسمان وجهی یعنی یک وجه بالا می رفتی از این هرزه ها نگفتی. این چه میگوییم که حق بر آسمان نیست، مراد ما آن نیست چه بر آسمان نیست. یعنی آسمان بر او محیط نیست و او محیط بر آسمان است، تعلقی دارد به آسمان. از این بیچون و چگونه چنانچه به تو تعلق گرفته است، بیچون و چگونه همه در دست قدرت اوست و مظهر اوست و در تصرف اوست. پس بیرون از آسمان و اکوان نباشد و به کلی در آن نباشد، یعنی که اینها بر او محیط نباشد و او بر جمله محیط باشد. خب برازا اخیرا burada Nəhc-ü Bəlağəni dəstəmişo xutbə əvvəli Şənbələ. Elə indi də onun idaməsindəyik. Bu söhbətdə Həzrət Əmir də orada mətrəh elədi. Buyur ki, desəz əgər Allah hardadır? Deyəcəm ki, bir yer yoxdur ki, Allah orada olmuyor. Allah nə mənənin içindədir deyə Allah bir şeyin içində olmaz. Allah nə mənənin üstündədir, Allah bir şeyin üstündə olmaz. Hiç جای خالی از الله نیست، هیچ چیزی دارای خداوند نیست. نیه؟ برای اینکه الله bir وجود مجردdir. مجردات مکان و زمان و ابعاد ندارد. Her şey ki zamanda ola, mekanda ola, əbada ola, vəzni ola, ərzi ola, tulu ola, irtifası ola, ona deyirlər cerm və maddə. Və indi də fizikdə atiblər cerm و وزن داشته باشد. هر چیزی که جرم داشته باشد، وزن داشته باشد، حجم داشته باشد، مکان داشته باشد، زمان داشته باشد و ابعاد داشته باشد، آن را ماده گویند. Allah'da bilən ki, bir şeylər yoxdur ki, nə tənə Allah'da, fəqət Allah deyir ki, çoxlu aləmdə mövcudat var ki, belənkidir. Az cümlə onlardan elə bizim əfkarımızdır, əndişələrimizdir. Ki, Mevlana əfkar əndişə tək elədi. Qutarıyam, ateş və parası. Əfkar əndişənin vəzi nə qəddir? Ya əvatifin, eşqin, məhəbbətin kilo nə qədədir? Neçə kilodur? Neçə metridir? Həzmi nə qəddir? عواطفه یا چینن نفرته تنفرو گتین که آیا قابل اندازه گیری با اندازه های مادیات هست؟ جواب خیر. همموز biliyoruz ki nefretimiz var, çiğnemiz var, eşkimiz var, محبتimiz var, elmimiz var, agahimiz var. Veli bunlar qabil var, yəqinimiz var. Amma qabil اندازه گیری de və məlumuz deyil, görməli deyil. Bunlar əsərin görürük. Fikrin özün görməliyik ki. Bir nəfər otur fikirləşir, bir dənə məsələn bir daş atır. O səsin eşidi yox, daşı görüyor. Amma daş fikridir ki, daş atmaq nəticə fikridir.
بله. Ahirim başa düşmədim. Bu ayəni xanım bizə buyursa, Bəli. o mənzurumuz buydu. Xeyr. O orada Quranda buyurur ki, hər la təziru vazirətun vizrə uxra. İstəyirəm Hacı xanım bu ayəni ucadan oxuya. Ki orada həmmala günaha vazirədir. La təziru hiç kəs həmmallıq eləməz. Hiç vazirəyi. Vazirə yəni həmmal, yəni günahkar. Vizrə uxra. Məzərət istəyirəm, çox zehnimdə qalmış. Bəli, o bu bəhsə mərbut deyildi. Keçənci bəhsə. İstəyirəm xanım oxusun. Çox sağ olasınız. Təşəkkür. Açıqan fərmayışı var. Bəli. Düzdür. Çox sağ olasınız. Təşəkkür edirəm. Təşəkkür ala xanımlar, qulaq asın. Allah tapşırır.